Salam uşaqlar. Deməli, bugün bizim mövzumuz maddə miqdarıdır, molyar kütlədir, molyar həcmdir. Bacardığım qədər çalışacağım sizə bu dərslərin izahını tam verə bilim. Deməli, ilk öncə mən nisbi atom kütlədən başlamaq istəyirəm. İlk öncə o nisbi atom kütlənin nə olduğunu sizə izah edeyim. Çünki orada atom kütlə vahidindən söhbət gedir. Atom kütlə vahidini molda bir daha adı keçərli olduğu üçün mən sizə nisbi atom kütləsini izah edib, atom kütlə vahidini izah edib, daha sonra isə maddə miqdarı mol dərsinə keçid etmək istəyirəm. Siz bilirsiniz ki, hər bir atomun proton və neytronlarının kütlələrinin cəmi kütlə ədədi adlanır. Atomlar çox kiçik kütləli hissəciklərdir. Atomun kütləsini ancaq hesablama yolu ilə müəyyən etmək mümkündür. Bəs atomun kütləsini ümumiyyətlə MA ilə işarə edirik. Baxın, MA ilə işarə edirik. Deməli, müəyyən olunmuşdur ki, hidrogenin nisbi atom kütləsi 1,67 vuraq 10⁻²4 qrama malikdir. Oksigenin kütləsi, yəni əvvəllər, yəni biz burada indi mən sənə deyim, əvvəllər hidrogenin etalon kimi hidrogenin kütləsini qəbul edirdik və sonra müəyyən eləmişdik ki, oksigenin kütləsi hidrogenin kütləsindən demək olar ki, 16 dəfə çoxdur. Yəni 16 dəfə böyükdür. Ona görə də biz burada deməli oksigenin nisbi atom kütləsini, yəni 16'nı 1,67'ye vuraraq oksigenin nisbi atom kütləsini əldə eləmişik. Yəni belə başa düşmüşük ki, deməli oksigenin nisbi atom kütləsi 16 vuraq 1,67 vuraq 10⁻24'ə -24'ə malikdir. O da oradan bərabərdir 26,7 vuraq 10⁻24 qrama. Və yaxud da azotun kütləsini hesablamaq istəmişiksə, deməli azotun kütləsini bu cür hesablamışıq. 14 deyə bil ki, azot siz mənə deyin, hidrogendən 14 dəfə böyük olduğu üçün 14'ü vurmuşuq 1,67 vuraq 10⁻24'ə və buradan hesablama zamanı 23,38 təqribi deyirəm vuraq 10⁻24 qrama bərabərdir. Amma bu hesablamalarda o qədər də əlverişli olmadığı üçün hal-hazırda nisbi atom kütlə anlayışından istifadə olunur. Nisbi atom kütləyi anlayışı ayrı ilə işarə edilir. Nisbi atom kütləsini hesablamaq üçün isə bu dəqiqə hal-hazırda etalon kimi karbon 12 atomunun kütləsinin 12'də 1 hissəsi qəbul edilir. Bu etalona nə deyirik? Bu etalon adı bizdə adlanır AKV. AKV açıq şəkildə nə yazırıq AKV'nin adına? Nə deyirik açıq şəkildə? Atom kütlə vahidi. Deməli, belə. Deməli, AKV nəyə bərabərdir? Atom kütlə vahidi bərabərdir. 12'də 1 vuraq. Bir atomun kütləsi, yəni karbona. Ay, sağ olun. O da bərabərdir. 12'də 1 vuraq. Karbonun bir atomunun kütləsi, bax bu qiymətə 20 10⁻24'ə bərabərdir. Buradan da alınır 1,66 vuraq 10⁻24 və yaxud da kiloqrama çevirsək 1,66 vuraq 10⁻27 kiloqram. Bax gördünüz, yəni AKV nəyə bərabərdir? 1,66 vuraq 10⁻24 qrama bərabərdir. Və hesablamalar bu cür rahat apara bilərik. Bu arada da biz bu qiyməti hardan aldıq? Biz dediyimiz kimi karbonun bilirik ki, kütləsi, karbon ümumiyyətlə hidrogenindən 12 dəfə ağır olduğuna görə 12'ni 1,67 vuraq 10⁻24'ə vurmaqla biz karbonun bir atomunun kütləsini əldə eləmiş oluruq. Bax, bu cürə də əldə edirik. Bu qədər. Və burada da nisbi atom kütləsini hesablaya bilirik. Deməli, AKV nəyə bərabərdir? AKV karbon 12'də 1 izotopunun onun bir atomunun kütləsindən vurmaqla biz deməli bir AKV-ni ala bilirik. AKV-nin qiyməti 1,66 vuraq 10⁻24'ə bərabərdir. Elə nisbi atom kütlələrdə AKV üzərində hesablaya bilərik. Hər hansı bir elementin nisbi atom kütləsini hesablamaq istəyirsinizsə, deməli, bunu bir atomun kütləsini bölürsünüz. 12'də 1 vuraq. Karbon deməli
12, EMA 12'yə, yəni bir sözlə, vuraq da yazaq buradan, yəni bir sözlə biz bir EMA-nı bölürük, 1,66 vuraq 10 üstü mənfi 24-ə. Məsəl üçün, mən istəyirəm ki, oksigen nisbi atom kütləsini hesablayım. 26,7 vuraq 10 üstü mənfi 24-ü bölürəm. 1,66 vuraq 10 üstü mənfi 24-ə. Təbii ki, hesablamalar zamanı ixtisar gedir və təqribi qiymətimiz 16 alınır. Və 16 alındığını da bax, nisbi atom kütləsini biz bu cürə hesablaya bilirik. Və yaxud azotun nisbi atom kütləsini hesablamaq istəyiriksə, deməli, azotun da belə azotun, onda deməli, azotun bir dəqiqə hesablamanı buranı silək, səli gəlir. Bax, burada deməli, azotun bir atomun kütləsi 23,138 vuraq 10 üstü mənfi 24'dür. Onu bölürük bir AKV-yə. Buradan da cavabımız nə alınır? Buradan da bizim cavabımız 14 çıxır və bu nisbi atom kütlədən də istifadə eləmək bizim üçün praktikada çox böyük əhəmiyyəti kəsb edir. Bax belə, artıq mən AKV-nin nə olduğunu sizə anlatmağa çalışdım. İndi isə məsələn, bir nümunə üzərində sizə bir misal çəkə bilərəm. Məsələn, tutam deyir ki, atom kütlə vahidi kimi, yəni topluda olan bir sualdır. 16 atomun kütləsi 16 biri qəbul edilərsə, elementin nisbi atom kütləsi necə dəyişər? Ayır bərabərdir bir atomun kütləsi və biz burada atom kütlə vahidini biz AKV-ni nəyə bərabər eləyirdik? 12'də 1 vuraq. Ma karbon 12 izotopuna, düzdür? Biz isə artıq burada atom kütlə vahidini 16'da 1 vuraq 16 qəbul edirik. Başa düşürsünüz də məni? Və buradan da EMA bölək 1 bərabər də ayrı alırıq. Və deməli, burada nisbi atom kütlə bir atomun kütləsinə bərabər olur. Və demək olar ki, testə düşsə ki, elementin nisbi atom kütləsi necə dəyişər? Elementin nisbi atom kütləsi dəyişməz. Sonra əzizlərim, gəldik əsas məsələyə. Kəşf olunan hər bir elementin bir atom kütləsini hesablamaq üçün nisbi atom kütlədən istifadə edirik. Məsələn, sizə sual verə bilər ki, kalsium haqqında bir atomun kütləsi neçədir? Kalsiumun bir atomun kütləsi nəyə bərabərdir? Kalsiumun bir atomun kütləsi deməli bərabərdir 40, bax belə götürək, AKV və yaxud da 40 bölək NA-dan istifadə edirik. Ya 40 AKV və ya 40 bölək NA-ya bir atomun kütləsi ya hesablayırıq necə? A-yı bölürük NA ilə, NA ilə işləyirik və yaxud da 40 vuraq AKV ilə işləyirik. Bax, biz bu cürə hesablamanı aparmaqla kalsiumun və yaxud da dəmirin və yaxud da hansı bir elementin bir atomun kütləsini hesablaya bilərik. Yəqin mən nə demək istədiyimi anladınız. Yəni, bax, bir dənə bura baxın, ayır nəyə bərabərdir? EMA bölək AKV-yə, düzdür? Buradan EMA nəyə bərabərdir uşaqlar? Nisbi atom kütlə vuraq AKV və yaxud da bir atomun kütləsi nəyə bərabərdir? Elementin nisbi atom kütləsini NA-ya bölməklə biz bir AKV-ni burada əldə eləmiş oluruq. Məsəl üçün, gəlin bunu bir nümunə üzərində sizlə hesablayaq. Bir dəqiqə. Aha, hesablayaq nümunə üzərində. Deməli, hesablamamıza görə 40'ı vururuq 1,66'ya. Hardasa elədi bərabərdir. Deməli, 3,085 vuraq 10 üstü mənfi 24. Yəni, 24 belə. İndi isə burada yenə, məsəl üçün, 40'ı bölürük 6,2 vuraq 10 üstü, mən sizə deyimdə 23'ə. 10 üstü 23'ə. Buradan isə deməli biz 40'ı biz buradan bölürük. 40'ı biz burada bir dəqiqə bölürük. Aha, deməli 6,2'yə. Yenə də bizdə eyni qiymət alındı. Deməli 3,08 vuraq 10 üstü mənfi 24. Gördünüz, hər iki halda uşaqlar, hər iki halda biz burada, hər iki alın ikisində də biz burada deməli bir atomun kütləsini almış oluruq. Deməli, yəqin anlamaq istədiniz ki, mən sizə nə demək istədim. Bu qədər.
İndi isə davam elədik. Gəlin görək. Bizim bəs maddə miqdarımız nə deməkdir? Bizim molumuz burada nə deməkdir? Gəlin bax biz bunların hamısını sizlə bir-bir öyrənməyə çalışaq. Deməli əziz balalar. Aha. Mol anlayışına keçək. Silək təmiz. Aha. Sildik. Deməli karbon izotopunun 12 qramındakı atomların sayı qədər hissəciyi olan maddə miqdarı mol adlanır. Hissəcik nədir? Atom, molekul və ion deməkdir. Burada deməli ümumiyyətlə 6,2/10^23 ədədi məşhur İtalyan alimi Amedeo Avogadro şərəfinə adlandırılıb. Avogadro ədədi adlandırılmışdır. İndi gələcək dərsdə mən sizə birazdan Avogadro ədədindən Avogadro sabitinin fərqini də izah etməyə çalışacağım. Bu çox böyük ədəddə praktiki hesablamalarda istifadə etməyə əlverişli deyil. Ona görə də Avogadro ədədi qədər hissəciyin sayını ifadə etmək üçün mol adlanan vahiddən istifadə etmişik. Yəni fisyon. Bir söz deyək. Bəs 6,2/10^23 qiyməti hardan alınıb? Bunu biz necə təyin edə bilərik? Onun qiymətini almaqdan ötəri mən sizə deyim. Deməli, məsəl üçün, mən istəyirəm ki, hidrogende olan atomların sayını tapım. N bərabərdir. Hidrogenin elə bir nisbi atom kütləsini bir atomun kütləsinə bölməklə, məsəl üçün, buradan elə bil ki, 1-i, bax, belə götürək də, 1,67 vuraq 10^-23-ə bölməklə, yəni təqribi burada bizim sıfırlarımız da var, 78 belə götürək, bölməklə biz buradan almışıq 6,2 vuraq 10^23 və yaxud oksigen üçün bunu hesablayaq. Oksigende də yenə bir atomunun kütləsini, yəni ayrı nisbi atom kütləsini, oksigenin bir atomunun kütləsinə böləcəyik. Yəni, oksigenin deməli 15,99, bax, təxminə belə rəqəm alıram, bölürəm. Onun bir atomunun kütləsinə 2,67 vuraq 10^-23-ə və buradan da təxmini mən qiymət alıram 6,2 vuraq 10^23. Bax, başqa elementlərin əmələ gətirdiyi bəs maddələr üçün də oxşar hesablamaları apara bilirəm. Hər dəfə eyni ədədin, yəni 6,2/10^23-ün alındığını müəyyən edirik. Məsələn, karbon 12, kükürt 32, azot 14-dürsə, onda deyə bilərik ki, 12 qram karbonda, 32 qram kükürtdə, 14 qram azotda eyni sayda atomlar, yəni 6,2/10^23 sayda atom var. Deməli, bir atom bəsit maddələrin bir molunda N-a qədər atom, yaxud istənilən mürəkkəb maddənin bir molunda, yəni N-a Avogadro ədədi miqdarında molekul var. Yəni, başa düşürsünüz, məsəl üçün, mən deyirəm ki, H2, elə, bir də deyirəm H. Bunun bir molunda 6,2 vuraq 10^23 sayda atom var. Yəqin anladınız. Və yaxud da mən deyirəm, atom yox, molekul var. Və yaxud da bunun bir molunda 6,2 vuraq 10^23 sayda atom var. Bax, bunu biz belə öyrənəcəyik. Deməli, bir də deyirəm, bunun bir molunda 6,2 vuraq 10^23 sayda molekula var. Yəni, Na sayda. Na qədər. Bunun da bir molunda 6,2 vuraq 10^23 sayda nə var əzizlərim? Atom var. Atom var. Deməli, 1 mol karbon deyiriksə, 1 mol karbonda da 6,2 vuraq 10^23 atom var. Əgər 1 molda, deməli, hər hansı bir 2 atom bəsit maddənin 1 molunda Avogadro ədədinin 2 misli qədər atom var. Məsəl üçün, bunun 1 molunda 6,2 vuraq 10^23 molekul varsa, bunun 1 molunda 12,4 vuraq 10^23 sayda atom var. Bax, buna fikir verəyin. Molekul deyəndə 6,2 vuraq 10^23 sayda atom var. Molekul deyirsə 2 misli qədər molekul var deyirik. Bax, buna molekul var deyirik. Amma atom deyəndə 2 misli qədər var deyirik. Yəni 2 vuraq 6,2 vuraq 10^23. O deyilir 12,4 vuraq 10^20 nəyə? 23-ə.
Mol anlayışı molekul və iyonlardan təşkil olunmuş maddələrdə də tətbiq etmək olur. Məsələn, 1 mol hidrogen qazında, uşaqlar, bax, 1 mol hidrogen qazıdır da və yaxud da 1 mol oksigen qazıdır da və yaxud da 1 mol azot qazıdır. Bunlarda nə qədər molekula var? 6,2 vuraq 10-23 sayda molekula var. Xörək duzunun 1 molunda 6,2 vuraq 10-23 sayda natrium iyonu var. Bax, belə başa düşün. Bir də 6,2 vuraq 10-23 sayda xlor iyonu var. Və yaxud da testə düşə bilər. H2-nin 1 molunda neçə atom var? Bunun artıq 1 molunda 12,4 vuraq 10-23 atom var. Atom anlayışını, bir də molekul anlayışını diqqətlə çox xahiş edirəm fikir verəsiniz uşaqlar. Bəs buradan ortaya belə bir sual çıxır. Mol sözünün ümumiyyətlə mənası nədir? Nədir mol sözünün anlayışı? Nədir mol sözünün mənası? Mol sözü çox böyük bir anlayışdır. Mol mu böyükdür? Molekul böyükdür. Atom mu böyükdür? Bax, bunları biz bir-birlərindən necə seçə bilərik uşaqlar? Deyə bilərsiniz. Bax, mən gör sizə bayaqların bir kəlmə sözü işlətdim ki, maddələrin 1 molunda deməli 6,2 vuraq 10-23 sayda hissəciklər var. Bu hissəciklər nədir? Bu hissəciklər molekuldur. Bu hissəciklər atomdur. Bu hissəciklər iyonlardan təşkil olunmuşdur. Deməli, mol anlayışı nədir? Mol anlayışı çox böyük bir anlayışdır. Başa düşürsünüz? Məsələn, molu böyük bir nə kimi götürək deyim dəsə, böyük bir anlayış qəbul edin. Böyük bir anlayış qəbul edin və bu molun özü böyük bir anlayışdır. Molun daxilində çoxlu sayda molekullar və atomlar yerləşir. Başa düşürsünüz məni? Yəni, 1 molun özü 6,2 vuraq 10^23 molekulaya, atoma bərabərdir. Deməli, belə çıxır ki, bunun içindəki olan bütün molekullar, atomlar hamısı birlikdə birgə şəkildə 1 mol verə bilər. Yəni, 1 mol bərabərdir 6,2 vuraq 10^23, yəni Na. Bəs bu bir molekulun içindəki, bax, bu molekulun özü nəyə bərabərdir? Bir molekul özü isə bərabərdir 1/Na-ya. Deməli, mol anlayışı, atom və molekullardan Na qədər böyükdür. Molekul atom anlayışı Na qədər kiçikdir. Məsələn, dəmirin 1 molunu və mol qramla ifadə olunur. Fikir verin. Məsələn, dəmirin 1 molunun kütləsi neçədir? Dəmirin 1 molunun kütləsi 56 qramdır. Bəs dəmirin 1 atomunun kütləsi neçədir? Onda siz bunu necə ifadə eləməlisiniz? Dəmirin 1 atomunun kütləsi 56/Na və ya 56 AKV deməkdir. Yəqin mənim nə demək istədiyimi anladınız. Yəni, 1 mol dəmir 56 qramdırsa, 1 atom dəmirin kütləsi 56/Na-ya və yaxud da 56 AKV-yə bərabərdir. AKV də bayaq dediyim kimi nəyə bərabərdir? 1,166 vuraq 10^-20 4-ə bərabərdir. Deməli, belə çıxır ki, yəni mol anlayışı çox böyükdür. Mol anlayışı molekul və atom anlayışından çox böyükdür. Uşaqlar, deməli buradan nə fikir biz irəli sürə bilərik? Yəni, mən istəyirəm siz bu dərsi çox yaxşı, həqiqətən sözün əsl mənasında başa düşə biləsiniz. Deməli, mən buradan sizə deyirəm ki, tutalım ki, biz danışırıq sudan. Bax, mən sizə danışıram sudan. Su özü 1 moldur. Bax, 1 moldur. Suyun 1 molunun kütləsi 18 qramdır. Bəs suyun 1 molekulunun kütləsi nəyə bərabərdir? 18/Na-ya. Gördünüzmü? Molekul moldan Na qədər kiçik hesab olunur. İndi baxın, suyun 1 molunda neçə molekula var? Suyun 1 molunda 1 Na, yəni sayda molekula var. Bəs suyun 1 molunda neçə sayda atom var? 3 Na sayda atom var. Və ya 3 mol atom var. Ya 3 Na sayda atom var deyirik 1 molunda.
ya 1 molunda 1 ena sayda molekul var deyirik və ya 1 molunda 3 ena sayda atom var deyirik və ya da 3 mol atom var deyirik. Başa düşürsünüz? Çünki mol sözünün anlayışı enaya nədir? Bərabərdir. Bax bunu belə başa düşməyimiz. Yəni bu bir moldur. Molun içindəki də molekullar atomlardır və bütün bu hissəciklər, zərrəciklər bizə 6,2 vuraq 10^23 verir və bu mola bərabər olur. Molun deməli vahidində qramla ifadə edirik. Molu molla ifadə edin. Ədəd soruşsa ədədə ədədlə ifadə eləməyə çalışın. Bax belə siz bunu belə işləsəz, siz bunu bu cürə anlasaz, inanın ki doğrudan da yəni bu sizə rahat olar. Düzdür, bu anlayış bir qədər çətin anlayışdır. Yəni bunu hər dəqiqə anlamaq, hər dəqiqə başa düşmək bir balaca çətindir. Amma biz bunu nağarmalıq öhdəsindən gəlməyi bacarmalıyıq. Sonra mən sizə nə demək istəyirəm molekul və atom haqqında. Məsəl üçün, necə bir nümunə göstərim ki, deməli siz bunu tam başa düşə biləsiniz. Gəlin nətər izah eləyək ki, tam mən sizi başa sala biləm. Deməli, onda gəlin belə eləyək biz sizlə. Buradan mən sizə Avogadro'da da Avogadro sabitində nə olduğunu gəlin mən sizə izah eləməyə çalışım. Siz onu başa düşə biləsiniz. Deməli, gəlin görək Avogadro ədədi nədir? Gəlin görək Avogadro sabiti sözünün mənası nədir və bunlar bir-birlərinə nəyə görə seçilirlər? Avogadro sabiti 6,2 vuraq 10^23-ə bərabərdir. Vahidi mol üstü mənfi 1'dir və yaxud da 1 bölək mol deməkdir. Siz bilirsiniz ki, nü bərabərdir, n bölək n-adır. N-anın qiyməti heç vaxt dəyişmir. Həmişə n 6,2 vuraq 10^23'ü saxlayır. Yəqin anladınız. Burada n-in qiymətini 1 götürüb 6,2 vuraq 10^23'ə bölsək, bax belə və yaxud da n-a deyək də, buna 1 bölək n-a bizdə burada nəyə bərabərdir? Nüyə bərabərdir. Yəni vahidə bərabərdir. Buradan da n-a özü bizə nəyə göstərir? N-a bərabərdir 1 bölək nüyünü göstərir. Yəni 1 bölək molu göstərir. Ona görə də Avogadro'da da 6,2 vuraq 10 Avogadro'da yox, Avogadro sabiti 1 bölək mol və yaxud da mol üstü mənfi 1'i göstərir. Avogadro'da isə sadəcə bizə 6,2 vuraq 10^23 rəqəmini göstərir. Yəni Avogadro'da ilə Avogadro'nun sabitinin fərqi onun vahidi ilə müəyyən olunmasındadır. Mürəkkəb maddənin verilmiş mol miqdarında hər hansı elementin atomların sayı soruşularsa, onda maddənin mol miqdarının soruşulan elementin indeksinə alınan hasil Avogadro ədədinə vurmaq lazımdır. Onunla da biz onu nağarırıq hesablayıb tapa bilərik. Məsələn, sizə testə düşə bilər ki, 0,5 mol suda neçə oksigen atomu var? 1 molda var 6,2 vuraq 10^23 yox, elə 1 molda neçə atom var? 1 molda 2 atom var. Yəni 1 molda götürürük. 12,4 vuraq, deməli oksigen atomu deyir də. 1 mol suda, üzürsən, 1 mol sudan danışıram axı. 1 mol suda nə qədər oksigen atomu var? 6,2 vuraq 10^23 oksigen atomu varsa, 0,5 molda da var x, yəni bu delədir 3,1 vuraq 10^23 oksigen atomu. Bax belə. İndi isə sizlə keçdik biz nəyə? Buradan isə mən sizdən keçmək istəyirəm molyar kütlə anlayışına. Maddənin 1 molunun qramlarla ifadə olunması molyar kütlə adlanır. Molyar kütlənin özünün vahidi nədir? Molyar kütlənin vahidi kiçik m bölək nüdür. Yəni qram bölək mol ilə ifadə olunur. Deməli, belə bir söz deyim də. Deməli, nü bərabərdir m bölək n-a düsturunu artıq öyrəndik. N-a Avogadro sabitinin olduğunu biz sübut elədik sizə. N-in də deməli, Avogadro'da da olduğunu öyrəndiniz. Deməli, buradan nü nəyə bərabərdir? Eyni zamanda maddənin kütləsi, molyar kütləsi onun nisbəti. Deməli, buradan məsələn, iki düstur arasında asıllıq görsəniz, düsturdan düstur çıxarışını da öyrənməyimiz yaxşı olar. Soruşda ki, maddənin kütləsini hesabla, kiçik m bərabərdir n vuraq m bölək n-adan istifadə edirik. Və yaxud da molyar kütləni hesabla desə, böyük m bərabərdir n-a vuraq m bölək böyük n-dən istifadə eləməklə biz burada deməli hesablamamızı nağara bilərik, apara bilərik. Yəqin mənim nə dediyimi aydın başa düşə bildiniz. Bir sözlə.
Aha, deməli, bu belə və yaxud da belə bir sual düşə bilər ki, sizin qabağınıza ki, məsələn, 0,1 mol suyun kütləsi neçə qramdır? 1 mol suyun kütləsi 18 qramdırsa, 0,1 mol suyun kütləsi neçədir? 1,8 qram. Bax, belə ifadə eləməklə anlaya bilərsiniz. Gəlin belə danışaq. Mollar kütlənin dedik ki, vahidi qram bölən moldur. Hesablamalar göstərir ki, maddenin mollar kütləsi qramlarla ifadə olunduqda dedik ki, qiymətçi onun nisbi atom kütləsinə və nisbi molekul kütləsinə bərabər olur. Məsələn, əgər hidrogenin nisbi atom kütləsini biz götürürüksə 1, hesablamalar zamanı müəyyən olunmuşdur ki, hidrogenin yenə mollar kütləsi 1 qram bölən mola bərabərdir. Hesablamalar zamanı məsələn müəyyən olur ki, oksigenin nisbi molekul kütləsi 2-yə bərabərdirsə, oksigenin mollar kütləsi bizə nəyə bərabərdir? 32 qram bölək məsələn mola bərabərdir. Bax belə. Yəni hesablamalar bunu göstərir ki, mollar kütlədədir qiymətçi nisbi atom kütləyə və nisbi molekul kütləyə bərabərdir. Müqayisədən də görünür ki, mollar kütlənin vahidi var. Yəni nisbi atom kütlədən molekul kütlədən də ona görə seçilirlər. Nisbi ümumiyyətlə mollar kütlə anlayışı kimyəvi elementlərə, həm də molekulyar, qeyri-molekulyar quruluşlu bəsit və mürəkkəb maddələrin hamısına tətbiq edilə bilər və bunların hamısına şamil edilə bilər. Məsələn, maddənin mollar kütləsindən və Avogadro sabitindən istifadə etməklə bir molekulun kütləsini və ya bir atom kütləsini hesablamaq olar. Sual verə bilərəm ki, suyun bir molekulun kütləsi neçədir? Bax, bu cür hesablayacaqsınız. 18 qram bölək molu mən bölürəm 6,2 vuraq 10 üstü 23 mol üstü mənfi 1-ə. Başa düşdünüz məni? Və buradan nə alınır? Buradan nə alınır? Mollar təbii ki, ixtisar gedir. Buradan alınacaqdır, məsələn, təxmini 2,99 vuraq 10 üstü mənfi 23 qram. Və yaxud da testə düşə bilər ki, oksigenin bir atomunun kütləsini necə hesablayaq? Başlayın, oksigenin bir atom kütləsini necə hesablayaq? Yəni, onda nətər hesablayacaq? Məsələn, M oksigen bərabər, bunu gəlin səliqəli silək. Səliqəli silək, oksigen bir atom kütləni hesablayaq deyəndə M oksigen bərabərdir. 16 bir atom kütləsini istəyirəm. Qram bölək molu bölürəm. 6,2 vuraq 10 üstü 23 mol üstü mənfi 1-ə. Yenə mollarımız nə vardı? İxtisar getdi. Buradan da alınır təqribi 2,66 vuraq 10 üstü mənfi 23. Qiymətini mən nə qayıram? Ala bilirəm. Yəni molekulun kütləsi, yəni fikrimi çatdıra bildim ki, bir molekulun və bir atomun kütləsini hesabladıqda biz hansı anlayışdan və nəyə görə və necə istifadə edirik. Sonra uşaqlar, deməli, indi isə sizlə gəldik Avogadro qanununa, qazlar qanununa. Avogadro qanunu eyni şəraitdə söhbət gedir. Yəni, normal şəraitdə bütün qazların tutduğu həcm 22,4 litrdir. Normal şərait nə deməkdir ümumiyyətlə? Normal şərait söz dedikdə, normal şərait, yəni normal temperatur, normal təzyiq olmalıdır. Yəni, temperatur 0 dərəcə Celsius olmalıdır. Təzyiqdə bir ATM olmalıdır ki, hər bir qazların bir molun tutduğu həcm neçə litrə bərabər olsun? 22,4 litrə bərabər olsun. Ümumiyyətlə, belə götürək. 1 molda 6,2 vuraq 10^23 molekula varsa, uşaqlar, bu tutduğu həcmdə 22,4 litrdir. 2 molda, məsəl üçün, başa düşürsünüz də nə demək istəyirəm? 12,4 vuraq 10^23 molekula varsa, tutduğu həcm 44,8 litr olmalıdır. 1 mol miqdarda 6,2 vuraq 10^23 molekul olduğunu bilirik. Məlumdur ki, qazların mollar kütləsi, yəni 1 molun kütləsindən söhbət gedir də, yəni 1 molun kütləsi qazların mollar kütləsi adlanır. 1 molun kütləsi. Ədədi qiymətçi onların nisbi molekul kütləsinə bərabərdir. 2 qram hidrogen, 32 qram oksigen, 28 qram azot, 28 qram CO qazı eyni sayda molekul tutur hamısı. Deməli, şərait eyni olduqda eyni sayda qaz molekulları eyni həcm tutduğu da aydın olur. Normal şərait dediyimiz kimi 0 dərəcə temperatura 101,3 kilopascal deməkdir. Və istənilən qazın və ya qaz qarışımının 1 molun həcmi də 22,4 litrdir. Deməli, qazların 1 molun kütləsi mollar kütlə olduğu kimi 1 molun normal şəraitdə həcmi də mollar həcm adlanır və Vm ilə işarə olunur. Buradan da nü bərabərdir V bölək Vm. Vm də nəyə bərabərdir? V bölək nü. Və buradan da düstur, deməli, litr bölək mol. Deməli, mollar həcmi vahidində nəyə bərabər oldu? Litr bölək mola bərabər oldu. Deməli, biz artıq sizə mollarla bağlı 3 dənə düsturu öyrətdim. Bunlar hansı düsturlardır? Biri nü bərabərdir M bölək Na düsturudur. Biri nü bərabərdir kiçik M bölək böyük M düsturudur. Biri nü bərabərdir V bölək Vm düsturudur. Bu 3 düsturdan istifadə etməklə müxtəlif hesablamaları biz sizinlə rahat şəkildə uşaqlarla apara bilərik.
Bax belə. Deməli, ENA nədir? Avogadro sabiti, M molyar kütlə vahidi və molyar həcm adlanır. İndi isə mən sizə bir dənə elə belə nümunə kimi fosfor misal çəkmək istəyirəm. Bax, burada mənim əlimdə bir dənə fosfor var. Bilirsiniz ki, fosforun, deməli, gəlin belə danışaq. Fosforun 1 molunun kütləsi neçədir sözünü desələr, biz yazırıq ki, 124 qramdır. 1 molekulun kütləsini soruşsa, 124 qram bölək ENA-dır. Bax, biz bunu belə hesablayacağıq. Bir, deməli, molunda neçə atom var? Bunun 1 molunda var 4 ENA sayda atom. Amma 1 molekulunda neçə atom var? Sadəcə 4 atom yazacaqsınız. Artıq 4 ENA yazmaq olmaz. 4 ENA, ENA 1 molda olan atom molekulların sayı deməkdir. Yəni, bax, belə yaza bilərik biz sizə. Bu hesablamanı biz uşaqlara, bax, bu cürə, yəni 1 molda da var 4 atom sözünü deyə bilərik. Bax, beləcənə. Sonra biz bunu necə ispat edə bilərik sizə? Deməli, bir molekulun kütləsi sonra indi isə fikirləşdim ki, bəlkə yadımdan çıxan nəsə ola bilər ki, mən ora biraz sizin üçün əlavələr eləyim. Amma baxıram ki, elə bir hələ əlavə olunacaq bir şeylərimiz yoxdur. İndi isə keçdik qazların sıxlığına. Qazların sıxlığı deməli nədir? Gəlin qazların sıxlığı haqqında da biraz məlumat sizlə biraz bir balaca işləyək. Deməli, qazların normal şərtdəki sıxlığı hər bir qazın başqa qaza görə deməli iki cür sıxlıq öyrənək, normal sıxlıq öyrənək, bir də nisbi sıxlıq öyrənək. Qazların normal şərtdə sıxlığını öyrənəndə rhodur. Bir qazın başqa qaza nəzərən sıxlığını öyrənəndə D ilə işarə edirik. Hər hansı qazın normal şərtdə sıxlığını hesablamaq üçün rho bərabərdir mx bölək vm anlayışına istifadə edirik. Qazın kütləsi böyük olanda sıxlığı böyük olur. Məsələn, oksigen qazının sıxlığını hesablayıram. 32 qram bölək mol bölək 22,4 litr bölək mol hesablayıram. Mollar ixtisar getdi. Bir tam, məsələn, təqribi 43 qram bölək litr alınır. Və yaxud da mən deyirəm ki, gəlin birlikdə azot qazının nisbi sıxlığını hesablayaq, normal sıxlığını. M azotun molyar kütləsini bölürəm vm-ə. Yəni 28 qram bölək molu mən bölürəm 22,4 litr bölək mola. Mollarım ixtisar getdimi? Təqribi 1,25 qram bölək litr alındı. Siz fikir verin. Oksigenin normal sıxlığı fikir verirsiniz. Çünki azotun normal sıxlığına bərabərdir. Deməli, rho oksigenin sıxlığı, rho azotun sıxlığından böyükdür. Səbəb nədir? Çünki M molyar kütləsi oksigenin azotun molyar kütləsindən böyükdür. Deməli, molyar kütlə ilə bizim sıxlığımız düz asılıdır. Amma həcmlər də eyni olduğuna görə qazın sıxlığı eyni gəlir. Bir qazın kütləsinin, yəni siz mənim və buradan da belə bir ifadə sürə bilərik. Hansı qazın sıxlıqları bərabərdir? Əgər hər iki qazın molyar kütləsi bərabərdirsə, deməli o iki qazın, deməli nisbi molyar kütləsi bərabərsə, deməli o iki qazın normal şərtlə sıxlıqları da bir-birlərinə nə olmalıdır? Bərabər olmalıdır. Bax, normal sıxlıq anlayışı bununla belə isbat olunur. Bax, bunu belə biz öyrənib yadımızda saxlaya bilərik. Sonra bəs burada nisbi sıxlıq anlayışı nədir? Gəlin onu da sizə deyim. Hər hansı bir qazın başqa qaza olan nəzərən hesablaması o nisbi sıxlıq adlanır. D ilə işarə olunur. D bərabərdir. Bax, qoy mən sizə deyim. M1-in M2-yə nisbəti, yəni maddi qazın molyar kütlə nisbətinin bu birinə nisbəti və yaxud da rho1-in rho2-yə nisbəti, bu hamısı bizə nisbi sıxlığı verir. Nisbi sıxlıq son anlayışda M1-in M2-yə nisbəti kimi hesablanır. Məsələn, oksigen qazın hidrogen qazına görə nisbi sıxlığı neçədir? O 2-ni H2-yə bölməklə biz 16-nı buradan ağara bilirik, tapa bilirik. Və yaxud da havaya görə, məsələn, deyirəm ki, sizə butan qazın emeri neçədir? 58-dir. Butan qazın havaya görə nisbi sıxlığı neçədir? 29,2. Havanın orta molyar kütləsi 29-dur. Havanın orta molyar kütləsi 29-dur. Çünki havanın əsas hissəsinin 78% oksigen qazı tutur, azot qazı tutur, 21% oksigen deməli qazı tutur. Havanın da orta molyar kütləsi hesablananda 29 qram bölək mola bərabər olur. Bax, bundan hesab, məsələn, hansı qaz havadan ağırdır desə, məsələn, O2 qazıdır, sonra CO2 qazıdır. Bunlar havadan ağırdır. Emeri kiçik olan qazlar havadan yüngül olan qazlar hesab olunurlar. Sonra
Belə. Və yaxud da sizdən qazların kütlə payını soruşarsa, bu zaman nə edərik? Məsələn, bizim əlimizdə 16 qram, məsələn, var, CH4 qazı var. Bizim əlimizdə 4 qram da hidrogen qazı var. Deyir, bu qazların kütlə paylarında hidrogen kütlə payını tapın. 100%-ə görə ümumi qaz qarışıq 20-dirsə, 4 qram 20-nin nə qədərini təşkil edir? 20%-ni. Gördünüz, ay sağ 20% hidrogen təşkil elədirsə, deməli 80% metan təşkil elədir. Bir də ola bilər bizdən mol paylarını, həcm paylarını istədi. Məsələn, mənim əlimdə var 44,8 litr, belə deyək də, CH4 qazı var. Bir də əlimdə var 89,6 litr. Bax, belə götürək. Biri 2 moldur, biri 4 moldur. Düz gəlməyəcək axı. Biri 2-dir, biri 4 moldur. Elə qiymətlər verək ki, tam rəqəmlər alına bilsin. Biri 2 moldur, birində 67,2 litr verək. Düzgün rəqəmlər alınsın. Oksigen qazı. Tez bunları mola çevirin. Bu 2 moldur, bu 3 moldur. Testə düşə bilər ki, burada bu qarışıqda metanın mol payı neçədir? 2-ni bölərik, 5-ə vurarıq 100-ə. Gələr mol payımız neçəyə bərabər olar? 40%-ə. Və yaxud da qabağımıza belə bir məsələ çıxa bilər ki, hər iki qazı verib ondan ümumi orta molyar kütləsini hesablaya bilər. M-ortanın hesablanması üçün M-orta mollara görə də, həcmlərə görə də, faizlərə görə də hesablana bilər. M1 nü1 üstə gələk M2 nü2 və yaxud üstə gələk çox yaza bilərik. Nü1 nü2-nin cəminə. Məsələn, mənim əlimdə var 2 mol oksigen qazı var və yaxud da mənim əlimdə 1 mol, 3 mol CH4 qazı var. Deyir, bu iki qazın M-ortasını hesabla. M-orta molyar kütləsini hesablamaq istədikdə 2-ni vururam 64, 32-yə. Üstə gələm 3-ü də vururam, deməli 16-ya və bölürəm 5-ə. Buradan da bərabərdir 64-ün üstünə, təxmin özümdən dedim, 64-ün üstünə 48 gəlib 5-ə bölürəm. 64-ün üstünə 48 gəlib 5-ə böldüyümdə təxmini görüm rəqəm neçə alınır. Deməli 64-ü üstünə gəlirəm 48, bir dəqiqə 64-ün üstünə gəlirəm deməli 48, onu da bölürəm 5-ə və təxmini nəsə bir qiymət alındı. Yəni, normal bir qiymət verək ki, düzgün qiymətimiz alınsın da. Məsələn, bir dənə deyəmin normal qiymət verək, 32 üstə gələk, 48 belə bir qiymət verək. Onu da bölək, məsələn, 3-ə, yenə də təxmini bir qiymət alındı. Nəsə də təxmini bir qiymət götürək. Məsələn, 1,1 qram bölək mol. Bax, belə hesablama aparmaqla biz hesablamamızı aparmış olarıq. Bu qədər uşaqlar. Yenə də indi nə əlavələr lazımdır edərik. Çox sağ olun.